Bakı Dövlət Universitetinin bir qrup tələbəsi aksiya keçirməyə cəhd edib. Tələbələr imtahanlar zamanı yaranan akademik borclara görə 28 manat məbləğində pul ödəməyə etiraz ediblər. Nazirlər Kabinetinin təsdiq etdiyi alt qrupda əlavə ödəmələrin tətbiq olunması ilə bağlı qərarı ilə razılaşmayan bəzi tələbələr bir neçə gün öncə Facebook sosial şəbəkəsində digər tələbələri də buna etiraz etməyə səsləyiblər. Maraqlıdır ki, tələbələr arasında bu aksiyanı hamı bir mənalı qarşılamır. Məsələn, bu gənc bizi tələbələrin etirazını deyil, universitetin uğurlarını işıqlandırmağa səsləyir. Amma onunla razılaşmayanlar da az deyil. Yəni belədir. Yəni uğurlarını çəkin ən azından bunu. Uğurlarını çəkir. Bax bu 2 saniyə içində kamera çökülüb bura. Bilmirəm, mənim dərsim idi, dərs gedən. Alt kəsirin pulunu ödəməsi, pulu çoxdur. Oxuyan tələbə kəsir qalmaz. Birinci kursdan birinci semestri hər halda zərbəçi ilə yola vermişəmsə deməli. Yəni orada oxuyan hamısı sosial təbəqəsi yəqin ki, uyğun deyil ki, o kəsirləri etiraz edirlər. Hələ Kabil Məhrəmov belə bir qərar çıxarmayıb bildiyim qədəricə. Heç bir bu haqda məlumat yoxdur. Bu gün belə bir söhbət oldu universitetdə ki, bir kəsir, 2 kəsiri vermək üçün 180 manat pul ödəməlisiniz. 4 kreditdir, maksimum 4 kredit. 1 kredit 27 manat. 4 27 varında 106 manat eləyir. Bu elə bir kəsir dedilər 90 manatdan, yəni güzəşdirib sallar 90 manata 2 kəsir verirlər. Yox, əgər yay məktəbinə qaldısa, yəni bunu qoyurlar uşaqların tələbə qabağına ki, yay məktəbinə qalsa, elə bir daha artıq pul ödəyəsiniz. Bu iki kəsirlər onsuz pul verirlər. Bir kredit 28 manatdır yay məktəbi. Bunlar adi yay məktəbi olmadı eləyirlər. Yay məktəbi olmadı pul alırlar. Yəni bir fəndən 6 kredit isə 28 manat kredit başı alırlar. Yəni 150 manat bir fəndən gəlib çıxır. Olmaz axı, yəni çatdırma olmur yəni bütün bunları. Nəzərə alsaq ki 3 dənə kəsirim var, bax da indi hara gəlib çıxır hesab. Hər yay məktəbinin üstündə gəlir. Gələn birinci kurslarla, yəni sən ikinci kursdan birinci kurslarla oturanda pul verməməsin. Çünki onu verir, universitet onu əlavədən verir, o maaşını verir. Sən niyə? Etirazımız odur ki, kəsir pullu olmasın, imkanımız yoxdur onu verməyə. Pulu verməyə imkanımız yoxdur. Ya kəsiləndə ikinci dəfə bir də yayda geçsək, dövlətə əlavə pulumuz verir, cibimizə girməsinlər yəni. Aksiya zamanı tələbələr sərhədləri keçməyin, elmi pulla ölçməyin adlı şüarlar səsləndirib. Daha sonra aksiya polisin müdaxiləsindən sonra yatırılıb. Aksiya zamanı bir neçə nəfər saxlanılaraq polis idarəsinə aparılıb. Qeyd edək ki, artıq Bakı Dövlət Universiteti bir qrup tələbənin etiraz aksiyası ilə bağlı rəsmi açıqlama yayıb. Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsindən daxil olan açıqlamada bildirilir ki, bir neçə gün əvvəl Facebook sosial şəbəkəsində bir qrup tələbə Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı etiraz aksiyası keçirmək məqsədi ilə çağırış edib. Bununla əlaqədar Bakı Dövlət Universitetində izahat işləri aparılıb. Bu qərarın şərhi ilə əlaqədar mətbuatda məlumatlar verilib. Buna baxmayaraq, Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin bəzi tələbələri və əksəriyyəti, ümumiyyətlə tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri universitet qarşısında aksiya keçirməyə cəhd ediblər. Bakı Dövlət Universitetinin tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədi ilə tədbirə qoşulub. Məlumat üçün bir daha bildiririk ki, kredit sistemi ilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədi ilə Sabah Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb. Əhməd Məmmədov, Vüsal Babayev, Yurt Xəbər.